¿qué tal? Salam, necəsiz? Mən David Da Vinci'yəm. Mənim 10 yaşım var. Meksikada yaşayıram. Característica Mən dünyanı fəth etmək istəyən bir uşağam. el mundo. David yüksək qabiliyyətə malik bir uşaqdır. Məktəbdə ürəyim sıxılırdı. Sinif darıxdırıcı gəlirdi. Yo no sabía. Onun bu qabiliyyətindən xəbərsiz idim. Sən demə, o sürətli öyrənməyi bacarırmış. Ona görə də araşdırmağa başladıq. Alemán, francés, inglés. Hal-hazırda Almanca, Fransızca, İngiliscə və İspanca danışıram və Rusca, Portuqalca və İtalyanca öyrənməyə başlamışam. Oportunidad de ir a la Bir NASA. neçə il əvvəl NASA'ya getmək imkanım oldu. Hacen muchos exámenes. Mən bir çox fiziki və zehni testlərdən, o cümlədən IQ testindən keçdim və nəticədə IQ-m 162 çıxdı. İnsanların təxminən yalnız 2,3%-nin IQ-su 130 və ya daha yüksəkdir. Fizik Albert Einstein'in IQ-sunun 160 olduğu təxmin edilir. Bizim üçün hər tərəfli çətindir. Bununla ayaqlaşmaq məcburiyyətindən tutmuş, maliyyə çətinliklərinə qədər. Çünki birdən indi rus dilini öyrənmək istəyirəm deyir. Mən ona deyirəm ki, sənin başında bütün günü işləyən 2 dələ var. O isə deyir ki, yox ana, məndə kvant kompüteri var. David bir kitab yazıb və zorakılıqla mübarizə aparmaq üçün bir tətbiq hazırlayır. İnsanlar məni çox sınağa çəkirlər. Deyirlər ki, əgər beləsənsə, mənə bu rəqəmlərin kvadrat kökünü de. Amma əgər bunu öyrənməmişəmsə, bilməyəcəm. Mənə dahi uşaq deyilməsini xoşlamıram. Dahilər məzardadır və onlar böyük işlər gördüklərinə görə dahidilər. Mənim cəmi 10 yaşım var və mənim üçün hər şey hələ indi başlayır.